Deməli, başqa bir data ilə işləyirik bu dəfə. Bir-iki şey göstərəcəm. Diqqət yetirməli olunan məqamlar. Deməli, bu video oyunlarının satış datasıdır 2024-cü il ərzində. Bu title da oyunların adıdır. Konsol, yəni PlayStation 3, 4, Xbox hansına gedirsə, hansı üçün nəzərdə tutulubsa daha doğrusu. Çoxdur burada. Oyunun növü, janr. Action, adventure, board game növləridir. Publisher. Burada da çoxdur. Developer. Sonra gəlir deməli critic score. Yəni 10 üzərindən critic score, yəni neçə bal alıb. Bundan sonra var total sales, NA sales, GP sales, PAL sales, other sales. 5 cür sales var. Və bu dördü toplanır. Deməli olur total sales. Total sales bunların cəmidir. Amma data həmişə belə olmur da, yəni ola bilsin total sales gəlində buradan biz silək. Təsəvvür edək ki, ümumiyyətlə total sales deyə bir sütunumuz yoxdur. NA sales, GP sales, PAL sales, other sales. Cəmi 4 dənə satış deməli sütunumuz var. Və bunlar satışın miqdarıdır. Tam 6,37 min ya milyon satış olub. Bunlar satışın miqdarı kimi təsəvvür eləyək. 4 dənə. Bizə sual verilə bilər ki, tutalım. Gəlin də bunu ataq Power BI-yə. Burada daha yaxşı izah edək. Bu olmasa apply change basın. Məndə görürsünüz avtomatik olaraq loading olur. Apply change-ə vurarsınız. Data buradadır. Datanı bu sol tərəfdən açaq. Belə bir sütunlar gəldi. Burada table view. Table-a gələk. Üstünə vuraq. Datamız burada açılır. Burada indi əvvəl blanklar düşüb. Bunlara çox da şey eləməyin, yəni. Burada ilişib qalmayın. Aşağıda da əsas blank olmayanlar. $64 minlik datadır. Yəni, bu blanklar var idi, bunlar normaldır. İndi bizə lazımdır 4 cür sales var. Tutalım NA sales. NA sales və olsun burada janr. Bizə deyilir hər bir janr üzrə sual verilə bilər ki, tam biznes tərəfindən sual verilir ki, işdir. İndi tutalım işdəyik və sual verilir ki, hər bir janr üzrə ortalama tutalım NA sales və yaxud da PAL sales bunların ortalaması nə qədərdir? Hər bir janr üzrə NA sales ortalamasını tapın. Biz nə edirik? Gəlirik, tutalım janrı vurduq. Bir də vurduq NA sales. Burada sum düşürəmişəm. Biz bunu çevirək average-ə. Bir də belə bir vizual yaradaq. Cədvəl kimi də qala bilərdim. Baxırıq da indi. Gördüyümüz kimi belədir. Sandbox 0,169 birinci yerdə. Shooter %43, %31 tutam olur sports və belə azala gedir. Burada çoxdan azad olur üzrə.
Bizə indi bu NA sales və konkret sual verilib. NA sales nə qədərdir? Amma indi sual verilə bilər ki, tutalım. Ümumi satış janrlar üzrə bəs ümumi satışı göstərən bir vizual qurun. Ümumi satış. Belə bir sütunumuz yoxdur. Bayaq var idi, sildik və təsəvvür elə bir sütun gəlmir datada. Bunu necə eləməliyik? Yəni bu olmasın satış, olsun xərc, olsun istənilən bir şeydə tutalım. İndi hər datanın növü var da. Sığorta datası olur, satış datası. İndi bu satış datası, maliyyə datası, bir xərc analizi olanda bir hansısa bir xərc datası. Ola bilsin xərc istəyirlər, ola bilsin yəni başqa şey. Deyilir ki, tutalım ümumi satışı. İndi burada satışdır. Ümumi satışı deyir janrlara görə cəm ümumi satışı. Ümumi satışı bəs göstərin. Yəni, burada nə etməliyik artıq? Ümumi satışımız yoxdur. 4 cür satışımız var. Biz artıq keçəcəyik bunları toplamağa. Bunları toplamalıyıq. Məntiq olaraq fikirləşirik ki, ümumi satış deyəndə nə nəzərdə tutulur? NA sales, GP sales, PAL sales, other sales. Bunların cəmi. Buradan table kolumdan, yəni bu sol tərəfdən burada. Burada column tools var. Fikir verirsə burada new column var. Power Query'dən də əlavə edə bilərik. Buradan da new column-a vururuq. Burada yazılıb nə? NA sales, GP sales. Deməli, heç nə. Baş hərflərini yazırıq sütunun. NA, shift xətt, gördünüz. VG Charts 2024 NA sales. Pilus. Bunu topladıq. GP sales. G, J, P, bir də shift xətti yazan kimi artıq özü avtomatik olaraq gəlməlidir. G. Birincidə gəldi. Çünki J hərfindən demək olar funksiya yoxdur. Ona görə elə birinci avtomatik olaraq bunu verir. PAL sales yazaq. P ilə görürük birinci formulalar var. Ona görə vermir. Bunu aşağı eləyəndə əslində göstərə də bilər. PA yazan kimi yenə bu gəldi. Bir dənə də Pilus. Gəlir other sales. Yazan kimi gəldi. Column adını dəyişək. Qoyaq. Total shift xətt sales. Qoyduq belə. Buradan bu işarəyə bıraq. Fikir verin indi burada. 0-dan %8, %5, %1. Bunların cəmi nə edir? %14. Artıq yeni bir sütun yaratmış olduq. Total sales. İndi bizə ikinci bir tapşırıq gəlir. Bu indi janrlara görə ortalama NA sales tapmaq. Tapşırıq gəlir ki, tutalım janrlara görə və yaxud da developerlara görə top 10 ümumi satışı göstərin. Top 10 ümumi satış. Ümumi satış üzrə top 10'da olan developerları göstərin. Developerları seçdik biz. Gəlirik ümumi satışa. Bu olur total sales. Sum of total sales göstərək. Yuxarıdan aşağı vuraq. EA Kanada, EA Tiburon belə azala gedir. Top 10 dediyinə görə developerlar, ümumi satışa görə top 10. Biz burada gələk top N filtr verək. Developer artıq buradadır.
Top 10. Nəyə əsasən? By value. Yəni nəyə əsasən top 10? Burada yenidən total sayısı gətiririk bura. Apply filter vururuq. İlk 10 dənəsi qalmış oldu. Biz həm burada olmayan yeni bir sütun yaratdıq. Biraz böyüdək. Value hissədən. Rəngini də dəyişək. Maraqlı bir rəng eləyək. EA Kanada, EA Tiburon yenə ilk şey gördüyümüz kimi qalıbdır. Bu top 10'dur. Ümumi satışa görə top 10 developerların siyahısı. Yəni, məsələ nədir? Data sizə gələndə bəzi sütunlar ola bilsin, olmayacaq. Amma sizdən bunu tələb edə bilərlər həmişə. Adi iş prosesində həmişə bunu özünüz yaratmalısınız. Məsəl üçün, gələk dataya. Ümumi satışı yaratdıq. Critic score. Burada blanklər var indi xeylisində. Ona qədər dəyişir. Maksimum 10'dur. Görək, yəni Critics, gəlin belə bir şey yaradaq, tutalım bir sütun. Deməli, bəziləri düzdür, 0 çıxacaq burada. Burada hardasa düz alınmayacaq. Data biraz təmiz deyil. Ona görə düz alınmaya bilər. Hər bir kredit skora görə nə qədər ortalama satış düşür, onu hesablamaq olar. Amma burada indi data biraz pisdir. Keçib o birisində eləmək olar bunu. Amerikan bank datasında. Gəlin kredit skorla kritik skorla, üzr istəyirəm. Deməli, scatter plotla kritik skorla total sayısı arasında əlaqəyə baxaq. Burada x əksisi olacaq kritik skor. Bu düzdür. Amma sum olmayacaq. Don't summarize. Paylanmaya baxırıq burada. Görürük ki, bunlar kritik skorlardır. 5'ə qədər, 6'ya qədər, yəni kritik skor, yəni o balların tam oyun həvəskarları tərəfindən ya bir peşəkarlar tərəfindən o oyuna ballar verilir. O balların satışı ilə də əhəmiyyəti olmur 6 bala qədər. Amma 6'dan sonra bu görürük artır. Nə qədər çox bal verilirsə, satışı da o qədər artıb. Tamam, verilib 6, 6'dan başlayaraq 7, 8 və burada artıq pikə çıxır. Amma 9 ilə 10 arası, yəni verilən ballar satışda öz əksini tapmır. Gördüyünüz kimi 10 bal verilənlər daha az satış edir. Ümumi satışları daha azdır. Yəni 6 və 8 arası, haradasa 8 yox 8.5 deyək. Daha yaxşı, yəni düz mütənasibdir. Deməli, kritik skorla ümumi satış arasındakı əlaqə. 8.5-dan 8.5-dən sonra deməli tərs mütənasibdir. 6'ya qədər verilən, məsələn 6'ya qədərsə verilən kritik skorlar satışda heç bir öz əksini tapmır. Yəni nə tərs mütənasib, nə düz mütənasib, onlar çox aşağı bir satış edirlər. Bunlar arasındakı əlaqə də tam olaraq budur.
Keçək başqa dataya. Tamam. Dünənki datadır bu. Amerikan bank datası. Bu indi ikinci səhifədir. Bir de bir şey diyeyim. Burada bu tutalımında bunu yarattınız da. Burada cavab olarak yazırsınız ki, hər bir vizualı bildiyimiz kimi izah eləyəcək. 6'ya qədər verilən kritik skorlar yəni satisfaction tapmayıb. Yəni heç bir əlaqə yoxdur, sabit olaraq davam edir. 6-dan 8 yarıma qədər verilən kritik skorlar satış düz mütənasibdir. Yəni kritik skor artsa satış da artır. 8 yarımdan sonra tərs mütənasibdir. Tərs bir əlaqə var, əks əlaqə var. Burada text box əlavə edib onu yazacaqsınız. Cavab kartında da hiçbir şey yazmayacaqsınız. Keçək bu birisi dataya. Burada duration var və kampanya var. Kampanyaların sayı 1-dən 50'ye qədərdir. Duration ise onların müddətidir. Ümumi müddət. Bizə sual verilə bilər. Hər bir kampanyanın davam etmə müddəti yəni necə olub? Bunun bir detallı bir tutalım ya digər bir sütuna görə tutalım. House loan ya other loan. Yəni bunlara görə bir vizualını çıxart. Bizə bu sual verilə bilər. Ya da ştatlara görə bir ortalamasını çıxart. Belə bir vizual qurmaq tələb oluna bilər. Onda nə edirik? Birinci sual verilir, hər bir kampanyanın davam etmə müddəti.